Biz bu dünyaya tövhid inancında yemək üçün, içmək üçün, yaşamaq üçün və ölmək üçün gəlmişik. Yoxsa bu dünya keçiddir və bu dünya axirət aləminə bir keçiddir. Hansıdır? Təbii ki, inanclı insanlar üçün keçiddir bu. Və bu dünya Allah və Peyğəmbərlər buyururlar ki, bu dünya imtihandır. Quran nə buyurur? Biz sizi mütləq qorxu və aclıq ilə, mal dövlətin qıtlığı ilə, can ilə, məhsulların azlığı ilə nə edəcəyik? İmtihan edəcəyik. Demək, dünya nədir? İmtihandır. Digər belə təsəvvür eləyək. Aclıq yox, xəstəlik yox, qorxu yox. Bunların heç biri yoxdur. Hər bildiyimiz şər düşündüklərimizdə deyək, çətinlik düşündüklərimiz. Heç biri yoxdur. İmtihan necə baş verəcək? Əgər kasıbçılıq yoxdursa, şükür necə ortalığa çıxa bilər? Hə? Çıxa bilməz. Kasıbçılıq yoxdursa, səxavət necə aşkar olacaq? Hamı varlıdır. Kimin səxavətli, kimin xəsis olması necə ortalığa çıxa bilər? Mütləq bir qisminin kasıb, bir qisminin dövlətli olması lazımdır ki, kimin xəsis, kimin səxavətli olması ortalığa çıxsın. Səxavətli insanın imtihanı odur. Allah Adəmi yaradanda belə buyurdu ki, biri xəstə, biri sağlam, biri varlı, biri kasıbdır. İnsanlar narazı edir, mən imtihan eləyəcəyim. Kasıbı şükrü ilə, varlını səxavəti ilə. Yəni bizim şər bildiklərimiz bəzən yaxşı xüsusiyyətləri ortalığa çıxar. Bəli, yaxşı xüsusiyyətləri ortalığa çıxar.